Hər səhər yuxudan oyanırıq, qaçırıq, çalışırıq, çabalayırıq. Məqsədimiz nədir? Evimizə bir tikə çörək gətirmək, ailəmizi xoşbəxt etmək, ruzimizi artırmaq. Amma bəzən elə olur ki, nə qədər qazansaq da əlimizdə heç nə qalmır. Sanki cibimizdə gizli bir dəlik var, gələn gedir. Evdə huzur yoxdur, malda bərəkət yoxdur. Süfrələr açıqdır, amma dadı yoxdur. Divarlar bəzəklidir, amma evdə soyuqluq var. Heç düşündünüzmü niyə? Niyə köhnə insanların daxmaları saray kimi huzurluydu, amma bizim saray kimi evlərimizdə sıxıntı hökm sürür? Bəlkə də qazancımızda yox, qazancımızı qoyduğumuz qabda problem var. Bəlkə də biz fərqinə varmadan evimizə bərəkət mələklərini yox, bərəkəti qaçıran əməlləri dəvət etmişik. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, ruzi insanı əcəli onu axtardığı kimi axtarar. Yəni ruzi sənin qismətindir, o mütləq gələcək. Amma əgər gəlmirsə və ya gəlib tez gedirsə, deməli o ruzinin yolunu kəsən bir maniyə var. Bugün sizinlə o maniyələri danışacağıq. Evdən bərəkəti qaçıran, kasıblığı və bədbəxtliyi maqnit kimi çəkən o 7 gizli səbəbi öyrənəcəyik. Rəsulullahın sallallahu aleyhi və səlləm və İmam Əlinin nuru ilə evimizi təmizləyəcəyik. Hazırsınızsa, gəlin qapımızı həqiqətə açaq. Evdən bərəkəti qaçıran birinci və ən böyük səbəb günah və yalandır. Evi sadəcə toz-torpaq çirkləndirməz, əziz izləyici. Evi orada danışılan yalanlar, edilən qeybətlər çirkləndirər. İmam Əli əleyhissalam buyurur, yalan danışmaq ruzini azaldar. Nə qədər qısa, amma nə qədər dəhşətli bir xəbərdarlıq. Bir insan ticarətdə, işdə və ya ailə daxilində yalan danışırsa, o bəlkə o anlıq qazandığını zənn edər. Amma əslində o qazancının bərəkətini yandırıb kül edir. Haram qarışan mal dəniz suyu kimidir. İçdikcə susuzluğun artar, heç vaxt doymazsan. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur, günahlar ruzinin kəsilməsinə səbəb olar. İnsan işlədiyi günah üzündən ona gəlməkdə olan ruzidən məhrum edilər. Təsəvvür edin, ruzi qapınıza qədər gəlib, amma evdən gələn günah qoxusu onu geri qaytarır. Xüsusilə də zina və içki olan evdən bərəkət quş kimi uçar gedər. O divarlar arasında Allahın haram buyurduğu əməllər işlənirsə, oraya mələklər girməz. Mələk girməyən evə isə şeytanlar hakim kəsilər. İkinci böyük bəla israfdır. Müasir dövrün xəstəliyi. Çörəyi zibilə atmaq, suyu boş yerə axıtmaq, geyinmədiyimiz paltarları yığmaq. Həzrəti Əli əleyhissalam buyurur, İsraf etmək fəqirlik gətirər, qənaət etmək isə zənginlik. Biz bəzən niyə pulum çatmır deyə şikayət edirik, amma zibil qablarımıza baxmırıq. Atılan hər